Bugün uşaqlar sizdən keçəcəyik oksidləşmə dərəcəsi. Valentlik anlayışını keçmişik, öyrənmişik ilk dərslərimizdə. Bugün də keçirik valentliyə uyğun olan oksidləşmə dərəcəsi anlayışını. Oksidləşmə dərəcəsi nədir? Elementin valentliyinə uyğun sayda aldığı və ya verdiyi elektronun sayı. Biz dövri sistemi keçəndə də deyirdik ki, məsəl üçün kükürdün proton sayı 16, kükürt neçə valentli olurdu? 2, 4, 6. İndi biz bunu paylasaq 2, 8, 6 idi da, düzdür? Oktet qaydasına əsasən, yəni 8-ə tamamlamaq istəyir də element xarici energetik təbəqəsini. Neçəsini almaq istəyər ki, 8 olsun? İkisini. Demək ki, kükürt alanda yükü olacaq onda nə? Mənfi 2. Düzdür? Yükü 2 dənəsini alıb mənfi yüklü ola bilər. Ola bilər kükürt mənfi 2 və yaxud neyniyər? Bax, bu xarici energetik təbəqədə 6 dənə elektronu verər. Onlar neçə? Kükürt müsbət 6. Deməli, elementlər valentliyinə uyğun sayda elektron ala bilər, verə bilər. Elektron alan, əgər neytral atomdursa, neytral atom, elektron alanda yükü olur mənfi, yox, elektron verirsə yükü olur müsbət, uşaqlar. Bu da olur onun oksidləşmə dərəcəsi. Valentlikdən fərqli oksidləşmə dərəcəsi göstərə bilərmi? Bəli, belə hallar mümkündür. Məsəl üçün biz bunu görürük azotda. Azotda adətən görürsünüz siz və bir də karbonda görəcəksiniz. Azot uşaqlar neçə valentlidir? Deyirdik 3 və 4 valentlidir. Amma azot mənfi 3-dən müsbət 5-ə qədər aralıda da ki, bax, bütün rəqəmlərin oksidləşmə dərəcəsini göstərəcək. Amma mənfi 2, mənfi 1 deməyəcək də. Mənfi 3, 0, müsbət 1, müsbət 2, bax, gələr mənfi 3, 0, müsbət 1, müsbət 2, müsbət 3, müsbət 4, müsbət 5. Bunların hamısını göstərər. İndi gəlin bir baxaq görək. Deməli, elementlər hansı oksidləşmə dərəcələrini alır, oksidləşmə dərəcələrini necə tapaq? Ümumiyyətlə, deməli, uşaqlar, neytral haldadırsa əgər element, onun oksidləşmə dərəcəsi olacaq 0. Məsəl üçün, yazmışam kükürt, neytralda oksidləşmə dərəcəsi 0-dır və yaxud yazmışam natrium, neytralda oksidləşmə dərəcəsi 0-dır, oksigen 0-dır, nə bilim, dəmir 0-dır və s. Bütün neytral halda olan elementlərin oksidləşmə dərəcəsi 0 olacaqdır. Bəs yaxşı, gəlirik indi birləşməyə. Birləşmədə necə olacaqdır? Məsəl üçün, uşaqlar, yazmışam natrium xlor. Ümumiyyətlə, birləşmədə elementlərin oksidləşmə dərəcələrinin cəmi 0-a bərabər olmalıdır. Neytral onsuz da 0-dır. Birləşmədə də bir elektron verir, bir elektron alır. Ona görə verilən və alınan elektronların sayı bərabər olur. Ona görə cəmlər olur 0. İndi natriumun valenti neçədir? 1. Metal olduğu üçün metallar həmişə elektron verir. Verəndə bunun oksidləşmə dərəcəsi oldu müsbət 1. İndi biz qayda olaraq deyəcəyik ki, metallar həmişə müsbət oksidləşmə dərəcəsi göstərir birləşmələrdə. Birləşmələrdə olur müsbət, neytral isə olur 0. Natrium 1 valentlidir, demək ki, müsbət 1 oksidləşmə dərəcəsi göstərə bilər ancaq. Onda xlorun oksidləşmə dərəcəsi neçə olsun ki, bunun cəmisi 0 olsun? Mənfi 1. Əksini götürdüm. Vəssalam, oldu 0. Bunu da bildikmi? Nə zaman 0 olur? Bir sərbəst olanda 0 olacaq. Bir də birləşmədə bütün hamısının cəmi olacaq 0. İndi gəlin baxaq, element hansı oksidləşmə dərəcələrini göstərə bilər? Uşaqlar, deyirik 1. Metallar birləşmələrdə həmişə olur hansı oksidləşmə dərəcəsi göstərəcək? Müsbət. Valentliyinə uyğun müsbət. Gəlirik 2. Hidrogen. Neytral olanda hamısı 0-dır. Ona görə hər dəfə onu deməyəcəm. Hidrogen həmişə müsbət. Bəs nə zaman mənfi olur? Silisium, bor və uşaqlar metallarla birləşəndə. Metallarla birləşəndə olacaq mənfi. Məsəl üçün yazıram natrium H. Natrium müsbət 1. Hidrogen olacaq mənfi 1. Amma yazmışam H xlor. Həmişə müsbət 1 göstərəcək.
Metallarla birləşəndə isə uşaqlar olacaq -1. -1. Başqa göstərərmi? -2, -3, -3. Xeyr, valentliyi 1-dir. Vəssalam. Sonra demək ki, burada -1, xlor oldu -1. Sonra uşaqlar 3. Gəlirik deməli oksigenə. Oksigen neytral olanda 0-dır. Amma əksər birləşmələrdə olacaq -2. Fərqli göstərəcəkmi? Bəli, fərqli oksidləşmə dərəcəsi göstərəcək. Nə zaman? Peroksidlərdə yazırıq. Peroksidlərdə. Peroksidlərdə oksigenin oksidləşmə dərəcəsi olacaq -1. Hansı birləşmələrdir peroksidlər uşaqlar? Natrium 2O2, H2O2, kalsium O2, kalsium peroksid, bir də baryum peroksid. Baryum peroksid. Burada oksigenin oksidləşmə dərəcəsi uşaqlar olacaq -1. Bundan başqa superoksid var. Superoksid dediyimiz kalium O2 və yaxud kalium 2O4-də yaza bilər sizin üçün. Oksidləşmə dərəcəsi uşaqlar olacaq -2-də 1. Və bir də fluorla birləşmələrdə. Fluorla birləşmələrdə O fluorda -1, O fluor 2-də olacaq -2. Bu oldu oksigenin istisna halları. İstisna halları. İndi uşaqlar, gəlirik. Bunu bildik. Bura qədər kimin sualı var? Sualınız yoxdur. Sonra başqa deməli. Başqa 4-cü. Gəlirəm fluora. Fluorun sıra nömrəsi neçə idi? 9. Bunun elektron formulu olacaq 2s2 2p5. Düzdürmü? Uşaqlar, fluor neytral halda 0-dır. Amma ən oksidləşdirici element, ən elektron-mənfi element hansı idi? Fluor idi. Ona görə birləşmələrdə fluor həmişə olacaq -1. -1, vəssalam. Tək oldu 0. Əgər sizə bu formulu verərsə, demək ki, bu maddə üçün formulu siz nə götürəcəksiniz? Daha doğrusu oksidləşmə dərəcəsi -1 götürəcəksiniz. Gəlirik şimdi halogenlərə. Halogen. Halogenlərin ümumi formulu NS2NP5. Uşaqlar dedi, oktet qaydasına əsasən ya çatışmayanını alır ki 8 eləsin, ya da xarici energetik təbəqədə hamısını verir ki orada əvvəlki təbəqə 8 qalsın. İndi onda bu alanda, daha da elə gəlin valentliklə deyim. Bu okteti qoydum qırağa. Halogenlərin valentliyi, bu halogenlər də deyəndə xlor, brom və yodu bu nəzərdə tutur. Valentliyi neçə idi? 1, 3, 5, 7. İndi minimum valentinin mənfisi, yəni -1 olur onun ən aşağı oksidləşmə dərəcəsi. Maksimum valentinin müsbəti olacaq onun maksimum oksidləşmə dərəcəsi. Yaxşı, ay müəllim, -3, -5 də göstərə bilərmi? Xeyr. Mənfi həmişə olur uşaqlar ən aşağı valentinin. Ən aşağı valentin bir dənə mənfisi olur. Tutardı, getdi. O birlər olacaq hamısı müsbət. Müsbət 3, müsbət 5. Və neytral olanda 0. Başa düşdük bunu. Yaxşı. İndi gəlin kükürdə baxaq. Kükürt. Kükürdə baxaq. 6. Necə dəqiqə? Gəlib yazıram kükürt. Kükürdün minimum oksidləşmə, ümumiyyətlə kükürdün valentliyi neçədir? 2, 4, 6. 2, 4, 6. İndi mənfi neçə göstərəcək Nəzrin? -2. Minimum valentinin mənfisi. Bəs maksimumu neçə olacaq? Müsbət 6. Ay sağ ol. Bəs bu da oldu kükürd üçün. Bəs ortada da göstərə bilər? Müsbət 4'ü göstərər. Bunu bildik. İndi uşaqlar, o mənfi var ha, mənfi. Bax, bu olur minimum oksidləşmə dərəcəsi. Maksimum valentinin müsbəti də olur onun nəyi? Maksimum oksidləşmə dərəcəsi.
Bəs ortadakılar da olur aralıq oksidləşmə dərəcəsi. Aralıq oksidləşmə dərəcəsi. İndi oksidləşdirici nədir, reduks edici nədir? Onu da növbəti dəfələrdə deyəcəyik artıq. Bura qədər kimin sualı var? Yoxdur. İndi gəlirik. Dedik azot. Azot valentliyi neçədir? 3, 4. Azotun minimum olacaq uşaqlar -3. Amma maksimumu olacaq müsbət 5. Və ortada müsbət 1, müsbət 2, müsbət 3 nə oksidləşmə dərəcələrini göstərəcək. Uşaqlar, gəlin indi baxaq. Tutaq ki, yazmışam N2O. Oksigen həmişə neçə olur dedik? -2. Oksigen oldu -2. İndi azotu tapaq. Müsbət 1. Cəmsi 0 eləməlidir. Lap tutaq ki, buna yazdım X. X-i vururam bunun indeksinə. 2X. Üstə gəl -2. Cəmsi olmalıdır uşaqlar 0. X-imiz neçə edəcək? Müsbət 1. Gördünüz, tapdıq. Və yaxud tutaq ki, NO2 verib bizə. Tapaq görək NO2-də. Oksigen həmişə -2. İstisna vəziyyət deyilsə -2. 2-ni vururam bax bunun indeksinə 2-yə və əksini götürəcəm ki, cəmsi 0 olsun. Müsbət 4. Oldu cəmsi 0. Bir də biz bu halı harda görəcəyik? Karbonda. Karbonun valentliyi neçədir? 4. İstisna var idi harda? CO-da, dəm qazında. Düzdür? CO. Bir də harda? Elə burada CO-da. İndi mən baxaq. Valentlik 4'dür. Amma dəm qazında valentliyi 3'dür. Gəlin indi bir də oksidləşmə dərəcəsinə baxaq. Valentliyi, oksigen daha doğrusu oksidləşmə dərəcəsi -2. Bəs karbonunki karbonda olacaq müsbət 2. Bunu bildim. Gördünüz, heç üst-üstə də düşmədi. Karbonda və azotda valentlik və oksidləşmə dərəcəsi adətən üst-üstə düşməyəcək. Çox vaxt. Yəni çox vaxt deməyək də bəzən də, yəni qarşınıza çıxanda. İndi gəlin bir də başqasına baxaq. Məsələn, adi metanı yazıram. Valentlik təbii ki 4'dür. İndi oksidləşmə dərəcəsini hesablayacağam. Hidrogen həmişə neçə idi? Müsbət 1. Nə zaman mənfi olurdu? Metallar silisium və borla birləşəndə. İndi karbon neçə olar Mahir? Cəmsi 0 olsun. Hansı? Amma 1 yox. 4'ü vurdun müsbət 1'ə. Düzdür? Müsbət 4. Əksini götürəcəm -4. Və salam. Oldu cəmsi 0. İndi bir də belə bir şey ola bilər. Buna baxın. CH2 xlor 2. Belə bir birləşmə yazmışam. Hidrogen həmişə neçə olur? Müsbət 1. Getdim yazdım üstünə müsbət 1. Halogenlər uşaqlar, indi bunu deyəcəyik, qeyd edəcəksiniz. Dəyişkən valentlilər ümumiyyətlə metallarla və hidrogenlə birləşəndə minimumu göstərəcək. Xlorun minimumu neçədir? -1. İndi karbonu deyir tap. Yazıram. X üstə gəl. 1'i vurdum, müsbət 1'i vurdum hidrogenə. Elədi müsbət 2. Üstə gəl. -1'i vurdum hidrogenə. -2. Bu cəmsi 0 olmalıdır. İndi X neçə olacaq onda? X oldu 0. Tutardı. Ay müəllim, bəs axı tək olanda belə olurdu. Xeyr. Üzvü birləşmələrdə bu demək olar ki, istisna vəziyyətdir. Üzvü birləşmələrdə 0 olmaq mümkün olacaq. Amma qeyri-üzvlərdə yox. Başa düşdük. Kimin sualı var? Sualını versin. Bura qədər kimin sualı var? Heç kimin yoxdur, hə? Aşağı versə saxlayıram. Saxlayıram gəlir. Yuxarı elim yox, qalsın verəcəm. Elim saxlayıram. Gel göstər. Aha. Yazmışam hamısını. Yenə gələcək. Saxlayın. Ay rəhmət. Sən nə qəşəng qızsan. Davam edirik uşaqlar. İndi gəlin birləşmələrdə tapaq. Məsəl üçün bizə verib kalium 2, mangan O4. Kaliumun valentliyi neçə idi? 1. Özü də nədir? Metal. Olacaq onda bunun oksidləşmə dərəcəsi müsbət 1. Oksigenin oksidləşmə dərəcəsi həmişə neçə idi? -2. Yazdım üstünə. Amma manganın valentliyi dəyişkən idi. Neçə idi? 2, 3, 4, 6, 7. İndi gəlin görək hansıdır burada.
Getdim üstə yazdım x. Bilmirəm. Mahir və tacir sizin üçündür bu. Baxın, müsbət 1-i vururam 2-yə. Üstə gəlirəm manqan bir dənədir. X. Üstə də gəlirəm mənfi 2-ni vururam 4-ə. Cəmisi eləməlidir 0. Neçə eləyəcək uşaqlar? Müsbət 6. X-imiz elədi. Müsbət 6. Bunu tapdıq. İndi bir də bizə verə bilər belə bir şey. Verir manqan O4, yükünü verir mənfi. Deyir ki, manqanın oksidaşın dərəcəsini tap. Necə tapacağım bunu burada? Gəlin tapaq. Bu zaman uşaqlar yenə eyni qaydada. Manqan X, oksigen həmişə mənfi 2. İndi bu zaman amma mən onu sıfıra yox, iyonun yükünə bərabər eləyəcəm uşaqlar. Yazıram. Manqan X idi. Üstə gəlirəm. Oksigen 4-də nədir? 4 mü oldu? Oksidləşməsi də mənfi 2. Mənfi 2 vurulsun 4. Bərabərdir. İyonun yükü neçədir? Mənfi 1. Mənfi 1-ə bərabər elədim. X neçə elədi? Müsbət 7. Demək ki, manqanın oksidləşmə dərəcəsi müsbət 7-dir. İndi burada bir şey yadınızda saxlayırsınız. Müsbət 7 olanda bu olur permanganat. Bir də müsbət 7 xlor ola bilər perxlorat. Burada isə olacaq uşaqlar bu manqanat. Manqanat və salam. Başa düşdük və istisna bir neçə vəziyyətdə sizə deyirəm, qutardı getdi. Birincisi, ammonium iyonunda. Ammonium NH4 müsbət. Azotun valentliyi uşaqlar 4-dür. Oksidləşmə dərəcəsi mənfi 3-dür. Mənfi 3. Sonra H3O. H3O müsbət. Hidroksonium iyonu. Oksigenin valentliyi 3-dür. Oksidləşmə dərəcəsi mənfi 2-dir. Sonra dəm qazında uşaqlar. Dəm qazında. Karbonun valentliyi 3-dür. Düzdür. Oksidləşmə dərəcəsi neçə oldu? Bayaqda dedik. Müsbət 2-dir. Piritdə. Pirit ferium S2. Quruluşu da necədir? Ferium S, bir də S. Küküvalentlik dəmirdə 2-dir onsuzda. Oksidləşməsi də metal olduğu üçün müsbət 2. Çünki metallar həmişə müsbətdir. İndi gəldik kükürdə. Kükürdün valenti 2-dir. O heç öz yerində. İndi mən gəl oksidləşməsini tapıram. Kükürt dəmir müsbət 2-dirsə, ilahə, kükürt neçə olar? Necə tapacaqsan? Mənfi 1. Ay sağ ol. Mənfi 1, bəli. Hardan tapdım? Dəmirin indeksində görürsünüz, rəqəm yoxdur. Müsbət 2. Bu da cəmisi olmalıdır. Bax, müsbət 2 üstə gəl 2x bərabər olmalıdır 0. X-imiz olacaq neçə? Mənfi 1. Bitti. Və bir də kalsium karbid. Bitirin, gözlə. Kalsium karbid. Burada baxıram indi. Karbonun valentliyi. Kalsium 2 valentlidir və metal olduğu üçün müsbət 2. Bəs karbonun valentliyi oksidləşməsi neçə olacaq? Mənfi 1. Bəli. Bunlar da istisna hallardır uşaqlar. Kalsium karbid. Bunlara da diqqət eləyəcəksiniz. Aydındır. Vəssalam. Kimin mənə sualı var? Gözləyin.